Radara düşən və yaxud qayda pozan sürücü 1 il boyunca tapılmırsa, onun cəriməsinə xitam verilməlidir. Bunu İnzibati Xətalar Məcəlləsinin 415-ci maddəsinə əsasən demək mümkündür. Bu maddəyə görə sürücü 3 səbəbə görə inzibati məsuliyyətdən azad ola bilər. Bunun birincisi şəxsin tapılmamasıdır. Yəni ünvanı məlum deyil, harda yaşayır, kimdir. İkinci hal, həmin şəxs xəstədir, xəstəxanada müalicə olunur, inzibati tənbih tətbiq eləmək mümkün deyil. Üçüncü halda odur ki, ümumiyyətlə bu xətanı kim törədib məlum deyil. Belə halda da 1 il müddətinə icraat dayandırılır. 1 il müddətinə həmin şəxs müəyyən olunarsa, deyək ki, ünvanı dəqiqləşdirilərsə, yenə də onun barəsində qərar çıxarıla bilər. 1 il müddət keçdisə, həmin hallar aradan qaldırıla bilmədisə, onda yenə icraata xitam verilir. Bəzi sürücülər elə düşünə bilər ki, 415-ci maddədən suyu istifadə edərək məsuliyyətdən azad olunmaq mümkündür. Ancaq bu belə deyil. Radara düşən sürücünün ünvanına əvvəlcə məktub göndərilir. Əgər postalyon həmin şəxsin ünvanını tapa bilmirsə, bu zaman qayda pozan avtomobilin görüldüyü yerdə saxlanılması üçün qərar verilir və bu qərar 1 il qüvvədə olur. Digər tərəfdən cərimə ilə bağlı ünvana göndərilən məktubdan imtina ilə bağlı da bəzi sürücülər yanlış fikirdədir. Belə ki, bəzi sürücülər elə bilirlər ki, əgər onun yaşadığı ünvana və yaxud iş yerinə gətirilən məktubdan imtina etsələr, məsuliyyətdən yayına bilərlər. Bu halda qanunvericilikdə nəzərdə tutulub. Sürücünün ünvanına məktub göndərilərsə, sürücü bunu qəbul etməkdən imtina edərsə, bu halda məktub sürücüyə çatdırılmış sayılır və sürücünün iştirakı olmadan qərar çıxarılır və həmin qərar artıq qüvvəyə minir. O dediyimiz ömrün axırına qədər qüvvədədir, cərimə ödənilməlidir. İnzibati Xətalar Məcəlləsinin digər maddəsinə əsasən, əgər hər hansı bir şəxs qayda pozarsa və onun törətdiyi pozuntu 2 ay ərzində rəsmiləşdirilməzsə, bu zaman həmin işə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsində yazılır ki, əgər kimsə hər hansı bir qayda pozuntusu törədərsə, yəni inzibati xəta törədərsə, 2 ay müddətində bu məsuliyyətə cəlb olunmalıdır, ona tənbih tətbiq olunmalıdır. 2 aylıq müddət ötürülərsə, heç bir tənbihdən söhbət gedə bilməz. Qanuna əsasən yol hərəkəti qaydalarını pozan və haqqında qərar qəbul edilən sürücülər bu cəriməni ödəməkdən yayına bilmirlər. Həmin sürücülər ömürlərinin sonuna qədər bu cəriməni ödəməyə məcburdular. Əks halda məhkəmənin qərarı ilə hətta həmin şəxslərin əmlaklarına həbs də qoyula bilər.